Deyirəm axı, gözümü yummuşdum, gördüm xanüstü girdi evə. Astarada evə basqın olub 89 yaşlı qadın ağır yaralanıb. Hadisə Şah Ağacı kəndində qeydə alınıb. Kənd sakini 1928-ci il təvəllüdlü Kinəbacı Allahverdi qızı Əsədullayevaya naməlum şəxs və ya şəxslər tərəfindən yaşadığı evdə küt alətlə bir neçə zərbə endirilib. Yaralı oğlu tərəfindən dərhal Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Qızım, deyirəm axı, gözümü yummuşdum, gördüm xanüstü girdi evə. Dedim, bala, kimsən sən? Mən elə bildim, hardan oğlan olmayacam, polisə gəlmir. İş pişkəsi olmayanda gələr evə. Deyirəm, o bala, sən kimsən girirsən evə, elə belə. Bu diləmədi. Dedim, kimsən sən giribsən evə? O bala, kimsən? Elə kim deyəndə 2 dəfə dedim, 3 dəfə də tabii ilişdirdi şifte başıma. Dedim, sen benim başıma niye vuruyorsun? Hay Emrah'yla öldürdüler beni. Bu vurdu tabii ki. Hay Emrah'yla öldürdüler beni. Bu vurdu. Hay Emrah'yla öldürdüler beni. Kız oradan ses verdi. Kız ses verdi. 4 defa vurdu bana. 4 defa daydı tabii bana. Benim aklım benim başımdadır. İşimi yitirmemişim sen bala. Ha. Kız ki çağırdı orada, bunlar atıldılar içeri. Bu atıldı, ancak ayağı da kara paltar idi, üzün. Kara paltar üzün adam idi. Bu atıldı içeri, kızın ses vermeyi atıldı, koştu. Ben gittim, çatdım, dedim ki ne olub, yere dəyibsən, dedi yok. Bir kişi xaylağı idi, qara paltarda, belə dedi, qara paltarda. Geldi, məni deyir, vurdu. Məni vurdu, dedim, bola, məni niye vurursunuz, məni niye vurursunuz? Mən də cavab olmadım. Qışqırdım, hoy Əmröyl, məni öldürürlər. Əmröyl dedi, məni öldürürlər. Onda deyir, bu tabii ki çırptı mənim kürəyim istədir. Özə böyür istəyidimdir. Kürəyim istədir, çırptı deyir, çıxdı deyir. O çıxmayla çıxdı deyir. Onlar qoşdular, mənim horayıma, doduma çöpdülər. Aparılan araşdırmadan sonra hadisəni Kinəbacı Əsədullayevanın nəvəsi Azər Məmmədovun törətdiyi məlum olub. Azər Məmmədov artıq şübhəli şəxs qismində saxlanılıb. Fakt araşdırılır. Jalə Bayramlı, Sərraf Mirsəfəroğlu, Səs TV, Astara.